40%-dan çox insan taksidən ictimai nəqliyyat kimi istifadə edir. Biraz daha taksilərdən danışaq, taksi sürücülərindən, taksilərdən ümumiyyətlə ölkədə keçmiş vaxtlarda şahmat taksilər daha məşhur idisə, sadəcə belə deyək də öz aralarında bir qiymət anlaşması olursa, indi artıq şirkətlər falan girib dövrəyə. İstərdim ilk öncə soruşum ki, bu biznes məqsədi ilə yerli bazara daxil olan əsasında Çin avtomobilləri, bir ara Priuslar idi, artıq hal-hazırda daha çox BYD-lər və Changan markaları avtomobilləridir. Bu yerli avtomobil sferasına səncə necə təsir elədi? Yox, bu bir biznesdir da. Yenə deyirəm, Saakashvilinin çox gözəl sözü var. Hər hansı bir sahəni inkişaf etdirmək istəyirsinizsə, oradan dövlətin nəzarəti gərək götürülsün və bu sahə bazar tələb təklif münasibəti ilə özü inkişaf etsin. Azərbaycanda taksilər əvvəl necə idi? Yolun qırağında istənilən 07 ilə, 06 ilə, 190 ilə kimsə dururdu. Sən gəlib ona deyirdin ki, buradan gəncliyə neçəyə apararsan? O deyirdi, nə bilim, 10 manat. O birisi gəldin 8 manat apararsan, o deyirdi, yaxşı otur aparaq. Nə bilim, bu artıq belə o kurslar üsulla başladı fəaliyyətə. Sonra ilk olaraq 189 taksi xidməti bazara gəldi və bazarın liderinə çevrildi. Ənənəvi o telefonla zənglər arasında. Dalınca Omega taksi gəldi, Maxim gəldi. Yəni zənglər də çox tez oturdu. Niyə? Çünki rahatçılıq var idi. Zəng eləyirdin, bilirdin neçəyə gedirsən. Taksi də artıq gün ərzində 3 dənə müştəri yox, günə 10 dənə müştəri daşıyırdı. Yəni burada bu bazar başladı inkişaf etməyə, amma paralel üçüncü tərəf meydana gəldi. Əvvəlcə bu 189 zəngçilər 10% alırdılar hardasa. Bu 10%-dan bu iş başladı. Sonra bu iri qlobal Yandex olsun, Yango eyni şirkətdir. Uber olsun, Bolt olsun. Bunlar gələndə başladılar insanları şirnikləndirməyə. Çünki bunlar iri dünya miqyaslı şirkətlərdir. Bunlar başladılar bonus verməyə. Taksi sürücüləri şirnikləndi. Hə, sənin maşınının üstünə taksi firmasının adını vuracağam, buna görə sənə həftəlik pul verəcəm. Hər 20 müştəri, yəni həftə ərzində bu qədər plan versən, bu qədər pul verəcəm. Şirnikləndirdilər. Digər taksilər, ənənəvi o zənglə çağıranlar, məhəllədə duran Tofiq, Rafiq dayılar, onlar hamısı yoxa çıxdılar. Bunlar yoxa çıxması nəticəsində bunlar bazarın monopolçusuna çevrildilər də. Yəni rəsmi olaraq monopoliya yoxdur, amma digərlərinə qalib gələrək texnoloji monopoliyadır bu. Yəni bu hansı bir sözləşmə nəticəsində monopoliya deyil, texnoloji qələbə deyək. Çünki burada inhisarçılıq da biraz düzgün çıxmazdı. Çünki burada texnoloji bir üst qat oldu. Çünki insan əgər səsküylü yerdə oturubsa və telefonla danışmaq istəmirsə, elə buradan ekran tıxlayır, A nöqtəsindən B nöqtəsinə gedirəm, bu qədər gedir, komfortlu nədir? Kartdan da pul çıxır. Yəni bu sənə nə rahatçılıq verdi? Əvvəl 5 manat 20 qəpiklik yola sən 6 manat verirdin, kəramətin söz olmasın, 80 qəpiyi qaytarmırdı, 5 manat verirdin, 20 qəpiyi gözləyirdi. Yəni bu hər dəfə sən gündə bir 4 dəfə, 5 dəfə taksiyə minən adam üçün yəni müəyyən bir itki təşkil edirdi. Burada karta bağlandı. Rahatçılıqla hər kəs gəldi və bugünkü gün bu taksi şirkətləri artıq 25% götürürlər və taksi sürücüləri burada bu münasibətin qurbanına çevriliblər. Çünki əziyyət çəkən taksi şoförü, maşınlar dağılır, nə bilim benzin vurulur, cərimələr gəlir, parkovka yoxdur və 25% səndən təbii ki bu taksi şirkəti hansı ki, yəni heç bəzi halda onun burada 20 miqyaslı bir ofisi də yoxdur. Bəlkə hər birinin bir maksimum 10 nəfər işçisi var burada. 25% pul götürürlər. Bu təbii ki böyük faizdir, amma buna rəqabət olaraq da istədilər milli taksi yaratsınlar. Belə yaxın coğrafiyada məsələn Türkiyədə vahid taksi sistemi var. Bu sistem səncə bu model Azərbaycanda nə qədər işləyə bilər və nə qədər uğurlu ola bilər? Əslində yaxın coğrafiya olaraq biz hər hansı bir islahatları bir çox halda digər ölkələrdə görərək tətbiq edirik və son zamanlar bir çox islahatlarımız elə Türkiyədən gəldiyinə görə bu məni bir qədər narahat edir. Çünki Türkiyənin bir çox islahatları kifayət qədər qəddardır. Mənim istehlakçı olaraq subyektiv fikrimdir. Elementar telefonların qeydiyyata keçməsi, mobil internetin kifayət qədər bahalı olması və taksi qiymətlərinin əl çatmaz olması, avtomobil rüsumları falan. Yəni Türk modeli istehlakçı tərəfində deyil. Sadəcə budur. Türkiyədə bu dəqiqə ətin qiymətinin əl çatmaz olması, yəni 1 kilo dana əti bəzi yerdə 50 manat, 60 manata çatır. Amma yenə gəlirik taksiyə. Taksinin qiymətinin yüksək olması Türkiyədə tarixən qurulmuş nömrə monopoliyasının sayəsindədir. Orada bildiyiniz kimi müəyyən nömrələr var. İstanbul taksisi var. Son məlumata görə orada hətta nömrənin bir dənəsinin qiyməti 200 min dollara gəlib çatır və İstanbul taksisinin dövriyyəsi bəlkə bir maşın 1000 dollardan çox dövriyyə edir və 20 milyonluq şəhərdə hansına ki gün ərzində də bir 5-10 milyon adam gəlir ora, nə bilim, ya turist kimi ya nə bilim hansısa bir işlə əlaqədar çox böyük bir megapolisdir. O modeli biz tətbiq eləməyimiz ola bilər ki, bizi artıq taksidən uzaqlaşdırsın və taksi də tədricən bizdə bir əlçatmaz nəqliyyata çevrilsin. Azərbaycanda 40%-dan çox insan taksidən ictimai nəqliyyat kimi istifadə edir. Bu çox böyük bir statistikadır. Bunun bir neçə səbəbi var. Birinci əl çatanlıqdır. Əgər Azərbaycanda A nöqtəsindən B nöqtəsinə minimal səfər 15 manat olsa, bu 41% dəqiq unutmuşam 40%-dan çox idi. Yəni bu çox böyük bir rəqəm idi. Bu sayda insanlar əgər taksinin bir gedişatı Türkiyədəki kimi nömrə monopoliyası, lisenziya, sertifikatlar, nə bilim hər hansı bir ayrıca bir qeydiyyatdan keçmiş şirkətə
ölkədə məxsus olan maşınların mümkünlüyü və ya müəyyən standartların təyin olunması ona gətirsə ki, məsələn, əvvəllər aeroporta biz gedirdik 8 manata, 10 manata, bu yaxınlarda mən 3 gün bundan qabaq gəlmişəm 22 manata. Yəni eyni yolu sadəcə nəzarət olduğuna görə daha çox ödəniş elədim və əgər əvvəllər mənə deyirdilərsə ki, gəlim səni qarşılayım, deyirdim, yox, nə edirsən? İndi deyirəm, gəl qarşıla, yaxşı, gəl qarşıla. Başa düşürsən, yəni insanlar da əgər bu bir səfər 10-15 manat olacaqsa, artıq 800 manata ibtidai sinif müəlliməsi işləyən xanım istəsə də ondan getməyəcək. O artıq fikirləşəcək ki, Türkiyədəki kimi, gəl mən buradakı evimi kiraya verim, gedim məktəbin yanında bir dənə kiraya ev götürüm ki, məsafə azalsın. Yəni oyunda ola bilər ki, bəlkə də yəni baxsaq ki, şəhər megapolisə çevrilir. Bəlkə də sistemli şəkildə bu düşünülür ki, insanlar taksidən az istifadə edərək bu da bir tıxacı hardasa azaldacaq. Bunun üçün məncə yol necə ola bilər? Məsələn, tələbə kartları, müəllim kartları, həkim kartları var, ola bilər ki, məsələn, sənin xəbərin var statistikada. Azərbaycanda ictimai nəqliyyat dünyada ən ucuz ictimai nəqliyyatdan biridir. Söhbət taksidən getmir. Avtobus, metro bizdə çox əl çatandır. Sən Avropada, Fransada 6 avro verib metroya düşürsən. İndi deyəcəksən ki, Fransada qazanc nə qədərdir? Fransada minimal əmək haqqı 1750 avrodur. Bizdə minimal əmək haqqı 400 manatdır. Amma buna rağmen fərqləndirsək əmək haqqını, bizdə nəqliyyat dünyada reytinqə görə ən ucuz nəqliyyat vasitələrinin birindəndir. Yəni bizdə çox ucuzdur və çox əl çatandır. Ona görə oradan götür hələ bir endirim elə. Onunla bunlar ziyana işləyəcəklər də. Bakubas ziyana işləyəcək. Bakı metropoliteni onsuz da ziyana işləyir. Datat ziyana işləyir. Sən hələ oradan endirim də istəyirsən, onda nə oldu da dövlət nə etsin? Bir də bu taksi qiymətlərinin məhz müştəri taksi münasibətlərinə təsirinə değinmək istəyirəm ki, məsələn, bir çox məqamda taksiyə məsələn minirsən, artıq sürücü oturdu, sən yəni müştəri oturduğundan bəri artıq başlayır deyinməyə, gileylənir ki, məsələn, qiymətlər çox ucuzdur, koeffisient çox aşağı idi, mən bu yol bu qiymətə getmək istəmirəm. Yəni belə deyim, davamlı şikayətlənir, davamlı minnət qoyur. Ümumi belə deyim də geniş çərçivədə götürəndə məsələn sənin öz müşahidələrinə əsasən səncə çox vaxt müştərilər haqlı olur yoxsa taksi sürücüləri? Taksi sürücüləri burada problem varsa 2 nəfər də günahkardır. Burada individual. Müştəri var ki, 5 manatlıq yol gedir. Oturub xırdalanda həyət evində, dalanlarda. Deyir oradan gəl bura, buradan gəl bura. Bu taksiz bunu 5 manata aparıb 20 yanvarda avtovağzalda düşürəcək. Bu bundan elə bil ki, şəxsi sürücüsü kimi davranır. Həqiqətən razıyam. Və burada təbii ki, taksidə qıcıq yaranır. İkinci tərəfdən də mən məsələn müştəri olaraq Priuslardan sonra nə bilim Priuslar yığışdırıldı, BYD-lər gəldi, lisenziya oldu, sertifikat oldu, nə bilim oldu, bu oldu. Mən qiymətin artımını hiss etdim müştəri olaraq. Amma xidmətin artımını bu qiymətin artımına proporsional hiss etmədim. Çünki yuxarı aşağı mən eyni xidməti alıram. Taksilər daha gec gəlməyə başladı. Çünki əvvəl 70 min dənə maşın var idisə, indi 30 min dənə maşın var. Mənim gözləmə müddətim artdı, komfortum pozuldu, ödəyəcəyim qiymət artdı. Amma arada da görsənən odur ki, taksistləri də qınamaq olmur. Çünki avtobus zolağına çıxa bilmir, bu nəqliyyatdır. Parkovkası yoxdur, düşürür 80 manat 2 bal. Bu 25% da verir, avtomatik olaraq fikirləşir ki, mənim başqa çıxış yolum yoxdur. Heç kəs bu dəqiqə zövqdən taksidə işləmir. Deyir ki, mən inanmıram ki, kimsə taksi işləyərək zövq alsın. İnandırım ki, hər hansı bir iş təklifi olsa, maşını qaraja təhvil verər, lisenziyasından sağollaşar və taksi işi ilə ömürlük vidalaşar. Bu nəyə bağlısan? Məsələn, son vaxtlarda həqiqətən də son elə 5 ildə məncə kifayət qədər taksi sürücülərinin sayında artım oldu. Yox, əksinə azaldı. Bu lisenziya olandan sonra 70 mindən 30 minə düşdü. Bu lisenziya sertifikatlaşmadan əvvəlki dönəm deyirəm. Və həmin dönəmdə ümumiyyətlə səncə məsələn taksi sürücüsü hansısa bir psixoloji, narkoloji, yəni bu kimi testlərdən keçirilib sonra taksi sürücüsü statusu verilməlidir yoxsa elə hər məsələn nə qədər adam tanıyırsan ki, məsələn, başqasının nömrəsinə qeydiyyatdan keçir, işləyir, baxırsan ki, məsələn sifariş verirsən, baxırsan ki, başqa bir avtomobil gəldi və yaxud da başqa bir şəxsdir və dediyim kimi məsələn regionlarda da işsizliyi nəzərə alaraqdan çox adam axın edir Bakıya və Bakıya gələn kimi də deyirlər ki, taksini sürüb əsas məsələ gündəlik bizon pulumu, siqaret pulumu, nə bilim, çörək pulumu çıxardır. Və belə yaşayırlar və bu səncə taksinin bax sayının artmasına səbəb kimi gətirə bilərik bunu. Və taksi sürücülərinə hansı belə deyim, restriksiya, hansı qadağalar qoyulsa və hansı nəzarət olunsa. Qadağa heç bir inkişaf gətirmir. Əgər bu insan narkotik maddələrdən asılılığı varsa, bu cəmiyyətdə də onsuz da təhlükədir. Cəmiyyətdə təhlükə başqa, bir də avtomobil idarə edir. Yəni avtomobildə sənin qəza yaşama ehtimalın daha çoxdur. Yəni ki, məsələn, gəzəndə. Prosta piyada gəzirsən. Bildim. İndi burada sənin sualın məğzi nədədir? Taksiyə necə yenə nəzarət istəyirsən? Ucu taksidə elə bir vəziyyətdir ki, nazarata nazarat var. Taksist işləmək üçün elə bil BP-yə işə düzəlirsən. Bu boyda papqala kağız yığır. Vaxtı ikən hansısa Tofiq dayı, hansı ki başında aerodrom var idi, məhəllədə dururdu, tündə şahmıtıda qoyurdu başına ki 1-2 saat taksi savatlıq edib evə gələcəm. O Tofiq dayının evolyusiyası ona gəlib çatıb ki, bu gedib analizlər verir, elektron imza alır, nə bilim vöyn alır, lisenziya verir, imtahan keçir.
və nəticədə gəlir taksi şoförü işləyir, 5 manat adam aparır, onu da 25%-ni xarici şirkət aparır. Sertifikasiya lisenziyalaşma işləyir deyirsən. İşləyir, amma nəticə etibarilə müştəri olaraq mənim taksi gözləmə müddətim artıb. Yenə də mən taksiyə otururam, görürəm ki, orada meyxanaya qulaq asır. Ya maşına oturursan maşında. Yəni mən o qiymətin artımının qarşılığında yenə deyirəm, keyfiyyətin artımını o qədər də hiss etmədim. Yalnız maşınlar təzələndi. O maşının təzələnməsi də sahibkarın belinə düşən yük oldu.